Gözəl bir xəbərin anonsunu vermək istəyirəm. Naxçıvanda may ayının 9-dan 11-nə kimi Bookfest kitab sərgisi olacaq. Naxçıvanda yaşayan bütün oxucuları bu kitab sərgisində gözləyirəm. 3 gün ərzində baş tutacaq bu kitab sərgisinin ilk günü may ayının 9-u mənim imza mərasimim olacaq. Saat 12-dən 2-yə qədər. Hamınızı gözləyirəm. Kitab sərgilərində iştirak etməyi bir dəb, bir ənənə halına gətirmək lazımdır. Onsuz da hansısa bir parka, hansısa bir istirahət mərkəzinə, gözəl bir təbiət guşəsinə bizlər gedirik. Elə eləyək ki, bu mədəni istirahət rasionumuzun içərisində kitab sərgiləri də yer tutsun. Ona görə əziz dostlar, hər birinizi bu cür sərgilərdə aktiv şəkildə iştirak etməyə çağırıram. Ola bilsin belə bir sual beyninizdə yaransın ki, bu cür sərgilərə mən necə dəstək ola bilərəm? Sadəcə paylaşmaqla, hansısa bir dostunuza tövsiyə etməklə, öz səhifənizdə, hansı WhatsApp qruplarında bu cür tədbirləri paylaşmaqla və digərlərinə məlumatı çatdırmaqla bu mədəni tədbirin daha rövnəq tapmasında iştirak edə bilərsiniz. Hər birinizi bu gözəl sərgidə iştirak etməyə dəvət edirəm.